Bismillah. Bu bürclərdən olan qadınlar kişiləri xoşbəxt edir. Bəzi bürc qadınları münasibətlərdə daha isti, qayğıkeş və harmonik olduqları üçün kişiləri xüsusilə xoşbəxt etməyi bacarırlar. Astrologiyaya görə ən çox seçilənlər bunlardır. Xərçəng qadını çox şəfqətli və ailə canlıdır. Partnyoruna emosional dayaq olur. Evdə rahat və sevgi dolu mühit yaradır. Kişilər onun yanında özünü evindəki kimi hiss edir. Tərəzi qadını münasibətdə balans və harmoniya ustasıdır. Romantik və zövqlüdür. Mübahisələri yumşaq şəkildə həll edir. Onunla münasibət adətən sakit və xoş olur. Balıq qadını çox romantik və anlayışlıdır. Sevdiyi kişini idealizə edib ruhlandırır. Güclü empatiya qabiliyyəti var. Kişilər onun yanında özlərini dəyərli hiss edirlər. Boğa qadını sadiq və etibarlıdır. Maddi və emosional sabitlik yaradır. Qayğıkeş və səbirlidir. Uzun müddətli xoşbəxtlik üçün ideal sayılır. Şir qadınları da kişiləri çox xoşbəxt edə bilir. Çünki səxavətlidir, diqqət və sevgi verməyi sevir. Münasibətdə istilik qatır.